Sinəsində 2 qızıl medal, çiynində Azərbaycan bayrağı ilə vətənə qayıtdı. Balaca cüssəsinə baxmayın, o beynəlxalq riyaziyyat olimpiyadasında 100%lik nəticə göstərərək qızıl medal qazanmaqla yanaşı həm də dünya birincisi olub. Mən 2024-cü ilin 15 dekabr tarixində IMEC yarışından birinci yer qazanaraq Avstraliyanın Sidney şəhərinə vəsiqə qazandım. Bununla da 2025-ci ilin 15 aprel tarixində Avstraliya şəhərində mən həm qızıl medal, həm də dünya birincisi elan edildim. 25 sual idi. Mən bunların hamısını 1 saat ərzindən 18 dəqiqə 22 saniyəyə bitirərək 100% yazdım. Rəqiblərim güclü idi, ancaq mən qızıl medal alacağımı düşünürdüm, amma birinci olacağımı düşünmürdüm heç. Dəyanət Liseyinin 6-cı sinif şagirdi olan Arazın bu ilk uğuru deyil. İndi qazandığı qızıl medallarla birgə artıq onun 14 qızıl medalı var. Mən əvvəldən riyaziyyatı sevirəm, bununla əlavə mən şahmat da sevirəm. Mənim 14 medalım var. Bunun 13-ü riyaziyyatdan, biri də şahmatdandır. Mən şahmatda əslində evdə öyrənmişəm, yəni heç bir yerə hazırlığa getməmişəm, amma sonradan yarışlara qatılaraq 3-cü dərəcəni də qazanmışam. Mən istəyirəm ki, 30-a yaxın medalım olsun. Təbii ki, bu Arazın savadının, zəhmətinin uğrudur. Amma eyni zamanda atasına verilən sözdür bu. Araz